Salam əziz insanlar, Həqiqəti Dərk Etmə kanalına xoş gəldiniz. Sizlərə əsl qara deliyin harda yerləşdiyini göstərməyə çalışacağım. Sözlərim vasitəsilə sizi o qara deliyin yerə, müəyyən olduğu yerə yönləndirərək. Baxın, siz özünüzü tanımırsınız. O bir videoda qeyd eləmişdim ki, siz özünüzü tanımırsınız. Və siz düşünürsünüz ki, elm adamları məsələn Max Tegmark'dır, Brain Rings'dir, düşünür ki, qara deliklər orada yerləşir. Ümumiyyətlə siz fizikanı və yeni elmi nə deyirlər buna? Nəzəriyyələri götürüb oxusa, siz görəcəksiniz ki, başınız partlayacaq. Yəni, qara deliyi keçəndə siz başqa bir şey görürsünüz. O özü isə qara deliyi keçən isə başqa bir şey görür. Ümumiyyətlə, kuantum fizikasıdır. Orada bütün hər bir şeyi birləşdirmək, bir nəzəriyyə birləşdirmək Albert Einstein'in arzusuydu. Amma bu alınmayacaq. Bilirsiniz nəyə görə? Çünki hər bir şeyi bir şeyə birləşdirmək üçün, yəni hər şeyin nəzəriyyəsini ortaya çıxarmaq üçün, indi müəyyən nəzəriyyələr var ki, bu nəzəriyyəyə oxşamaq üçün mübarizə aparır. Siz nə etməlisiniz? Destruktiv, ümumiyyətlə, ağlınızı düşüncə ilə bir şeyi başa düşməyə çalışan, bir şeyi qavramağa çalışan ağlınızı tullamalısınız bir qırağa. Elm adamları isə bunu eləyə bilmir, eləyə bilməyəcəkdir. Axı onda Nobel mükafatlarını kim alacaq? Kimlərə verəcəklər bu mükafatları, düzdür? Ümumiyyətlə, belə bir şey deyim ki, ağıl vasitəsilə, ağıl da nədir? Ağıl iblis deməkdir. İblisani varlıqdır. O öz yerindədir. İblisani varlıq da, şeytanlar da öz yerindədir, universumda. Sadəcə siz destruktiv düşüncələrlə, illüzor düşüncələrlə yalanların içində batmısınız deyə sizin iblisiniz belə normal bir iblis olaraq işləyə bilmir. O, cəfəngiyyatlar törədir, cəhənnəm yaradır. Bir gün Budda tələbələrinin yanına gəlir, əlində də uzun ağ dəsmal olur. O dəsmalı ora-bura büzür, düyünlər yaradır. Burada düyün yaratdı, orada düyün, burada düyün, burada düyün. Axırda təqdim eləyir tələbələrinə bu dəsmalı. Deyir ki, sizin zehniniz də bax bu cürədir. Əvvəlcədən o tərtəmiz idi. O həm də o dəsmalı götürür, çirkin içinə də salır. Deyir, tərtəmiz idi və düyünsüz idi zehin. Sonralar isə siz yaşaya-yaşaya, karma yığıla-yığıla şeylər əmələ gəldi. Düyünlər əmələ gəldi sizin şuur ağlınızda. Baxın, bu sözləri, biz bu sözlərdən istifadə edirik. Mən sizə həqiqəti açıqlayıram. Şuur, ağıl, zehin, hamısı bir sözdür. Zehin ümumiyyətlə hamısını bir sözlə zehin demək olar. Çünki zehnin içində şuursuzluq da var, şuur da var, ağıl da var, ruh dediğimiz o incə duyğuları, incə təcrübələri, ruhsal təcrübələri keçirtmək bacarığımız da var. Ümumiyyətlə ruh dedikdə insanlar yox, bu nəzərdə tutulmalıdır. İncə dini ruhsal təcrübələri keçirmək üçün istifadə edilən instrument. Ruh da incədilmiş, çox incə olan zehin deməkdir. Şuur da zehindir, şuursuzluq da, şuur altı da. Bu gic-gic sözləri uydurmaqla siz nə edirlər? Sizi çaşbaş salırlar. Və siz bu sözlərin heç birisini mən hər dəfəsində qeyd edirəm. Bu anlayışların heç birisini əlinizə götürüb onların içinə baxıb nə olduqlarını bilmirsiniz deyə siz bu sözlərlə anlamadığınız sözlərin yanına digər anlamadığınız sözləri birləşdirirsiniz və bir şey anladığınızı düşünməyə başlayırsınız. Şuur nədir bilmirsiniz, yanına şuursuzluğu əlavə edirsiniz, onu da bilmirsiniz nədir. Kimlərdənsə nəsə öyrənmişsiniz
və yanına da şuur altına əlavə edirsiniz. Bizim bədənimizdə bizim görmədiyimiz, hesablaya bilmədiyimiz şuurumuz var, düzdür? Və müəyyən emosional çarxlar əmələ gəlir. Lung deyirlər. Tibetdə buna lung deyirlər. Boşluqlar əmələ gəlir. Bədənimizdə mövcud, enerji bədənimizdə. Və lung boşluqlar əmələ gəlir. Həmin enerji də gedir o boşluğun içinə, boşluq sovrulur onun içinə, düzdür? Enerjimiz ona gedir. Yəni, deyinmək, şikayət eləmək, qınamaq, qısqanclıq, nifrət, paxıllıq və s. Emosiyalarla təkan verilib, üyüdülən düşüncələr, peyda olan düşüncələr neyinir? Birincisi iblisani düşüncələrdir. İkincisi də ki, enerjimizi sovuran düşüncələrdir. Və biz onların fərqinə varmadan icazə veririk ki, onlar bizim enerjimizi sovursunlar. İblis həm pozitiv düşüncənin tərəfdarıdır, həm də ki, negativ düşüncənin tərəfdarıdır. Əsas odur ki, diqqət versinlər ona. Əsas odur ki, siz oyunlar oynamağa davam eləyəsiniz. Yəni, siz fəlsəfi kitablarla, ədəbi kitablar oxumaqla, ruhsal kitablar oxumaqla, ezoterik, mistik kitablar oxumaqla, dini kitablar oxumaqla nə edirsiniz? Yenə də oyunlar oynamağa davam edirsiniz. Anlayırsınızmı? Sizin, məsələn, bir uşağın kompüterdə oyun oynamağı və məqsədinə çatması, sevinməsi, sizin ruhsal kitab oxuyub bir şeyləri anladığınızda sevinməyinizdən heç bir şeylə fiziki olaraq fərqlənmir. Təbii şuur təbəqələri var, şuursuzluq, şuur altı var, hər şey öz yerindədir. Mənim sizi yönləndirdiyim yer isə videonun əvvəlində qeyd elədim, sizin içinizdəki qara delikdir. Bax, o sizin içinizdə yerləşir. Dedim ya, qara deliyi göstərəcəm sizə. O sizin içinizdə yerləşir. Və siz həyatınızda hər dəfəsində bir ölümcül situasiya yarananda, çözülə bilməyən bir problem ortaya çıxanda və yaxud da ki, qorxuyla, təlaşla, ölümcül qorxuyla qarşılaşanda avtomatik olaraq nə edirsiniz? Bütün bu biliklər, bütün bu düşüncələr və s. şeylər silinir və siz qara deliyin yanında olursunuz. Burada qara delikdir. Qara delik nə deməkdir? Oradakı qara delik yox, bu. Qara delik o deməkdir ki, siz mövcud deyilsiniz. Siz deyə bir şey yoxdur. Məsələn, bu bədən, bu şəxsiyyət, bu şəxsiyyət mövcud deyil. Mövcud deyil. O yoxdur. Sadəcə olduğuna inanır, illüziyaya inanır, var olduğuna inanır. Bu yoxdur. Şəxsiyyət yoxdur. Mən deyilən bir şey yoxdur. O qara delik var, o sizsiz. Məsələ ondadır ki, o sizsiz elə. Sizin ölüm kimi gördüyünüz, şəxsiyyətin öldüyünü, rüsvay olduğunu, biabır olduğunu kimi gördüyünüz bir şeydə, egonuzun sındığını gördüyünüz bir şeydə siz varsınız. Əsil siz osuz. Yəni, bax, bu bədən, bu cisim, atomlar, neytronlar, sinapslar, beyin, hüceyrələr, ürək, ciyər, ağciyər, nə bilim, nailiyyətlər, uduzmalar, günahlar, savablar, bunların heç birisi siz deyilsiniz. Təbii bunlar öz yerindədir və öz işini görür. Sizin şəxsiyyətiniz, sizin yığdığınız karma düyünü nəticəsində əmələ gəlib. Sizin zehniniz müəyyən yerlərdə, müəyyən həyatlarda karma düyünləri əmələ gətirib, düyünləri formalaşdırıb və onun nəticəsində sizin şəxsiyyət bədən formanız əmələ gəlib. Ona görə müəyyən bədəndəsiz, ona görə müəyyən şəxsiyyətdəsiz, ona görə müəyyən psixo xarakterinizə sahibsiniz. Amma bunların heç birisi siz deyilsiniz. Siz bu qara deliksiniz. Egonuzun öldüyü yerdə siz ortaya çıxırsınız. Ona görə belə sözlər mövcuddur. Mənlik, ego, nəfs, yalançı mənlik. Bir də üstün mənlik. Siz ego, mənlik deyəndə bilirsiniz nə edirsiniz? Ego o qədər hiyləgərdir ki, o özünü parçalayır.
Ego deyəndə iblisani zehin deməkdir. Yəni ki, şərhlər deməkdir, şərhlər, kommentariyalar. Daimi kommentariyalar verir. İblisin işi odur ki, daima kommentariyalar versin. Siz də o kommentariyalara diqqətinizi, ilahi diqqətinizi yönəldəsiz və iblis də sağ qalsın. O daima sizi pis hallara salır, pis duyğular, pis fikirlər, pis əhval-ruhiyyələr ki, siz ona fikir verəsiz, diqqətinizi yönəldəsiz. O da yesin, yesin, qarnını doyuzdursun. İblis də qidalanır bununla. Nə etmək lazımdır? Mən deyirəm ki, bu bədən siz deyilsiniz. Ona görə deyirəm, videolarda praktiki videolar var bu kanalda. Araşdırın, sorğulayın, anlayacaqsınız ki, siz bu bədəndə deyilsiniz. Siz kosmosda mövcud deyilsiniz. Bunun üçün də mən hardayam və mən kiməm meditativ praktika videoları var bu kanalda. İstifadə eləyə bilərsiniz. Əsas odur, səmimi istəyi olsun. Özünüzü dərk etməyi səmimi istəyiniz olsun. Səmimi istəyiniz yoxdursa, siz mənim kimi illərlə özünüzü başqa şeylərdə axtaracaqsınız. Ədəbiyyat, şeir, şeiriyyat, fəlsəfə, mistika, ezoterika, enerjilər və s. şeylər. Bunların heç birisi yaramır. Ancaq bu. Ancaq öz içinizə gedmək sizə əsl sizi, yəni üstün mənliyi aşkarlamağa köməklik eləyəcək. Və bu üstün mənlik qara delikdir. Baxın, elm adamları, mən ona görə Max Tegmark'a müraciət edirəm. Onun içində nəyin baş verdiyini tam anlaya bilmir. Bəziləri deyir ki, o biri ölçülərə gedirlər, nə bilim, multi-kainat var, müxtəlif kainatlar var, singulyarlıq var, nə bilim, enerjilərin toqquşması var, enerji yarandı, söndü. Bəziləri deyir ki, maddi aləm özü öz şuurdan istifadə eləyərək həyatı yarada bilər. Şuur və maddə eyni şeydir. Yaxud da ki, yəni hər bir halda elmi dünya, elmi təfəkkür Francis Bacon'dan başlayaraq tanrısallığı rədd eləyir, möcüzəni rədd eləyir və sizə başa salır ki, budur. Elm belədir, yəni maddiyyat. İndi süni intellekt var və s. Mən deyirəm ki, baxın, inanc deyilən bir şey var. İnancılar daima nəyəsə inanmaqdır. Fəlsəfəyə, biologiyaya, elmi nəzəriyyələrə, məsələn, 13 milyard il əvvəl əmələ gəldiyinizə, təkamülə və s. şeylərə inanmaqdır. İnam isə içdən gələn bir şeydir. Bax, inam dediyimiz bir şey o qara deliyə aiddir. Siz gözlərinizi bağlayırsınız və qara deliyin içinə tullanırsınız. Bilirsiniz ki, orada siz yox olacaqsınız. Mən ona görə deyirəm ki, belə bir video çəkmişdim. Bu kanaldadır o. Ruhsal yolun sonu nəfsin ölümüdür. Nəfs deyəndə siz elə nəfsiz, siz elə indi ego formatında mövcudsuz. Sizlərə Revolver filminə baxmağı ona görə tövsiyə edirəm. O filmdə lift səhnəsində siz mənim nə demək istədiyimi açıq-aşkar filmoqrafik formatda anlaya biləcəksiniz. 2005-ci ildə çəkilmiş Revolver filmi. Yəni, bu qara delik var, qara delik. Ego. Ego icazə vermir ki, siz qorxduğunuz yerlərə gedəsiniz. Siz qorxduğunuz insanlarla danışasınız. Siz qorxduğunuz situasiyalara düşəsiniz. Yox. Ego deyir ki, gəl burada kitablar oxuyaq. Burada oturaq meditasiya eləyək, praktika, yalançı praktikalar eləyək də. Qalaqdır. Aba nirvanadır. Aba, nə bilim, müəyyən postlar tutmaqla siz şey eləyə bilərsiniz. Bunu yeməyək, vegetarian olaq, belə eləyək və s. Əsas məsələ hər dəfəsində sizin diqqətinizi bura yönəldir. İşıqlı dünyaya, qaranlıq dünyaya, Məlik Məmmədin getdiyi bu qara deliyin içinə sizi yönəldə bilmir. Bilirsiniz niyə? Çünki o sizdən yaxşı başa düşür ki, burada o öləcək. Siz indi eləməz indi ego formatında mövcudsuz. O qara delik isə buradadır. Hər dəfəsində pis bir şey olanda baxın, sizin içinizdə ölümlə bağlı düşüncələr əmələ gəlir və
kədər, qüssə, anlamsızlıq, ən çox da kədər, peşmançılıq hiss edirsiniz və başa düşürsünüz ki, həyat nə qədər anlamsız olsa da, mənasız olsa da, pis olsa da davam eləsin. Mən yaşamaq istəyirəm, mən yaşamaq istəyirəm, yaşamaq istəyirəm. Və bu bütün canlılara məxsus olan bir şeydir. Ona görə illüziyalar bitmir. Siz nə etməlisiniz? Çəkici bura yönəltməyin yerinə çəkicilə öz ego şəxsiyyətinizi, yəni düşüncələrinizi sorğulayaraq, bu analogiyadır, sorğulayaraq düşüncələrinizi, fikirlərinizi müşahidə edərək bir-bir bu kanalda olan meditativ praktikalardan istifadə edərək kim olduğunuzu anlamağa çalışmalısınız. Bu uzun bir yoldur. Burada xırdalıqlar var, nə bilim, istiqamətdən çönmək var, hansısa ən incədilmiş, yalanına bənzəyən, həqiqətə oxşar düşüncələrin içində itmək var. Mən bu daha dərinlərə gedə bilmirəm, çünki üz-üzə görmürəm sizləri və başa sala bilmərəm. Əslində ora gedəndə orada dəlixana başlayır. Və bu dəlixananı sizlərə başa salmaq üçün mən məsələn sizi canlı-canlı görmək istəyirəm. İstəyirəm deyəndə ki, yəni ora mən sizin harda ilişdiyinizi sizə göstərə bilərdim. Yəni bu çünki bu Məlik Məmməd necə gedir qaranlıq dünyaya, qara qoç, ağ qoç, ora gedir, əjdahanı öldürür, Simur ətini kəsir verir. O bilirsiniz nədir? Əsas mənim etdiyim odur ki, mən sizi düzgün yerə yönləndirirəm. Siz orada artıq özünüz çıxıb gedirsiniz də, özünüz bura. Ələddinin mağarası, lampası buradadır. Tanrının nuru, işığı buradadır, burada. Sizin diqqətinizdir. Diqqəti siz yaratmırsınız. Belə bir şey də yaranır. Məsələn, ego o qədər hiləgərdir ki, belə bir şey yaranır. Məsələn, obyektdir, müşahidəçidir. Müşahidə prosesi öz-özünə baş versə də, ego nə deyir? Mən müşahidəçiyəm. Mən müşahidə edənəm. Belə oradan buradan elə hiləgərdir ki, elə yalançıdır ki, sizi müəyyən düşüncənin, müəyyən fikrin, konsepsiyanın içine salıb, hər şeyi elə fırlada bilər ki, ən hiləgər varlıq kimi siz itəcəksiniz. Ruhani yolda itəcəksiniz. Ona görə diqqətli və səmimi olmaq lazımdır ki, itməyəsiniz. Və burada qara delik yerləşir. Kədər gəlir insana. O onunla toqquşanda qorxur insan. İnsan dəhşətli qorxunun içine düşür. Ölmək istəmirəm, ölmək istəmirəm. Bu ölmək istəmirəm fikrini deyən, bu kədər hiss elətdirən, bu ağlayan, zırıldayan bilirsiniz kimdir? Siz değilsiniz. Bu egodur. Ego deyinir, zırıldayır, diqqət tələb eləyir, hörmət istəyir. Onu kiminsə onu görməsini istəyir, tələb eləyir bunları. Çünki o bunun yeməyidir. Çünki o bunlar olanda, diqqət, bunlar olanda özünü canlı hesab eləyir, özünü real hesab eləyir. O qara deliğin içində isə o yoxdur. Bu içinizdə var. Hər zaman qaçıb getdiyiniz, sonra fikir vermirəm, tənhalıqda belə səs gəlir, qorxuducu səs. Bax, o sizsiniz. Siz isə qaçıb gedirsiniz. Oturmuşsunuz məsələn hardasa, belə səs gəlir içinizdə. Siz durursunuz, nə edirsiniz? Yox, dua eləyəcəm, namaz qılacam, nə bilim, meditasiya eləyəcəm. Yox, siz qaçırsınız bundan. Bu dəhşətdən qaçırsınız. Həqiqətən də dəhşətdir. Çünki sizin şəxsiyyətinizi paramparça eləyəcəklər, siz olmayacaqsınız. Siz başa düşəcəksiniz ki, bu bədənin içində heç kəs yoxdur. Bunu mən idarə eləmirəm. Bu ağzımdan çıxan sözlər, bu necə işləyir bilmirəm mən. Bunun içində heç kəs yoxdur. Və bu bütövlükdə qara deliğin içində məhv olacaq. Və bu məhv olanda da heç nə olmayacaq. Çünki orada əsilsiz, nə yaranmısınız, nə doğulmuşsunuz, nə formalaşmısınız. Heç bir yerə də tərpənməmisiniz. Heç bir dəyişiklik baş verməyib sizinlə. Amma siz əsl sizi tanımaq istəmirsiniz. Siz tanımaq istəyəndə belə bilirsiniz kimi tanıyırsınız. Bunu bədəni, şəxsiyyəti, psixologiyanı, xarakterinizi, məqsədlərinizi, dinləri və ruhaniyyəti və s. əsl sizi tanımırsınız.
2500 il əvvəl ölən Sakrat nə elədi? Dedi zəhəri gətirin, zəhəri gətirin, tez eləyin. İçdi. Nəyə görə içdi? Çünki o ora gedirdi. O cəsarət, o böyük müdrik insan idi, özünü dərk etmiş idi. O bilirdi ki, bu qara deliyin içinə tullanmaq lazımdır. Onun içinə atladı o. Təbii biz ora baxanda belə eləyirik. Yəni mən indi belə göstərəm, deyə bilərsiniz ki, buna şey eləyir burada, oyun oynuyor. Elədir. Siz dəhşət keçirdəndə, ölümü hiss eləyəndə elə bir şey hiss eləyirsiniz. Dəhşəti hiss eləyirsiniz ki, məni indi öldürəcəklər. Mən öləcəm, ölmək istəmirəm, yaşamaq istəyirəm. Bunları deyən egodur. Amma siz iblisin düşüncələrinə inanmısınız və iblis sizi aldadıb ki, o sizsiz, ona görə də siz qorxursunuz. Bu Revolver filmində göstərilir. O ən iblisi aşkar eləmək üçün və onun siz olmadığını anlamağınız üçün siz ən qorxduğunuz şeylərin içinə getməlisiniz. Ölümlə toqquşmalısınız. Başa düşürsünüz? O filmdə məsələn klaustrofobiyadan qorxurdu və liftə çıxdı, orada da öldü, gəbərdi. Siz girəndə bunun içinə dəhşətlə qarşılaşacaqsınız. Axtarırsınız, enerjimi qaldırım, kundalini, müşahidəçiyə çevrilim, praktika, şuuruma, kimdir şuuru artıran, fərqindəliyi artıran kimdir, aydınlanmaq istəyən kimdir, özünü digərlərindən üstün görən, özünü oyanmış hesab edən kimdir? Kimdir bunları eləyən? Nəfsdir, yenə də egodur, yenə də başqa paltar geyinən, bir paltardan çıxıb o biri paltara girən, ruhanilik əlbisəsini geyinən egodur. Anlayın bunu. Siz adi halda praktika eləyirsiniz. Amma birdən-birə dəhşətli qorxu gəlir. Öləcəm, panika, ölürəm. Həyat məhv olur, məni öldürəcəklər. Onda praktika eləmək lazımdır. Onda anlamaq lazımdır ki, iblis sizi qorxudur, vəsvəsə, dəhşəti sizə yaşadır ki, siz qaçasınız buradan. Bunun içinə getməyəsiniz. Amma siz ora getməlisiniz. Onda siz deyə bilərsiniz ki, mən özümü dərk eləmişim. Burada oynamaqla, kostyum, nə bilim, belə şeylər geyinib, podkastlarda çıxış eləməklə, həyat təcrübənizdən danışmaqla, kitablar yazmaqla, fəlsəfi danışmaqla siz bir şey danışa bilməyəcəksiniz. Siz daima özünüzü aldadacaqsınız. Siz reallığa, həqiqətə çata bilməyəcəksiniz. Həqiqətə çatdığınızı digər insanlara inandıra bilərsiniz ki, siz yaşamısınız bunu. Amma qəlbinizdə biləcəksiniz ki, mən özümə yalan danışıram. Ona görə ən vacibi səmimi olmaqdır özünlə. Dürüst, vicdanlı, səbirli olmaqdır. Səmimi, səbirli, təmkinli. Bunun içində siz yoxsunuz. Bu qara delikdir, boşluq, dəhşət. Bilirsiniz nədir? Orada ayağınızı qoymağa belə bir yer yox da. Əlinizi uzadıb nədənsə tutula bilmirsiniz. Ego bilirsiniz nə edir onda? Ay Allah, fikirdən, düşüncədən, nədənsə fərqi yoxdur, nədənsə yapışmağa çalışır. Çünki burada o ölür, siz ölmürsünüz. Ego bunun içinə gedəndə ölür və bu dəhşətdir. Adi ölümdən 5 bətər bir şeydir bu, ən böyük dəhşətdir. Siz ölürsünüz bunun içində. Sufilər ona görə deyir ki, ölməzdən qabaq öl, şəxsiyyət kimi öl. Oturursunuz belə, heç kəs sizi yadına salmır, heç kəs sizi görmür. Ego deyir, zəng elə dostuna, get ora, get belə elə, get belə. Eləməyin. Cihad deyilir, daxili cihad. Bu deməkdir o. Daxili cihad o deməkdir. Saqqal saxlayıb, nə bilim, belə gəzməklə deyil. Əlində nəsə fırlatmaqla deyil. Bura gedib ölməkdir. Başa düşürsünüz? Bu da söz var, kişi. Bu, hər kişinin başı üçün deyil. O gördüyünüz cəsarətli kişilər var, ağa danışanlar. Kəsərəm, doğrayaram. Bunu görəndə şalvarlarına batırırlar. Altına siyir insan bunu görəndə. Mən sizə deyirəm ki, insan qorxur.
Siz müqəddəslərə baxanda görürsünüz, onlar niyə belə cəsarətlidir? Çünki bu gicgicə şeylərlə uğraşmır. Bunun içində ölüblər. Başa düşürsünüz? Yoxdular. Ego rüsvay olmaqdan, biabır olmaqdan, peşman olmaqdan qorxur. Onsuz da arzularınız olur, sonra peşman olursunuz. Yeni arzu da olur, yenidən peşman olursunuz. Başqa şeylər olur, peşmançılıq gətirir. Həyat daimi peşmançılıqdır. Həyat daimi əzabdır. Ona görə ki, siz ta əvvəldən özünüzü aldadırsınız. Siz düşünürsünüz ki, sizi kimsə sevməlidir, hörmət eləməlidir. Heç kəs sizi sevməməlidir, heç kəs sizi hörmət etməməlidir, heç kəs sizi görməməlidir, heç kəs qayğınıza qalmamalıdır. İndi deyə bilərsiniz ki, o çoxsu elə deyir də, yəni öz ayağımın üstündə durum. Yox. Bunları qazanmaq lazımdır, bəziləri deyir. Qazanmaq da lazım deyil. Sadəcə anlamaq lazımdır ki, əgər siz həqiqəti bilmək istəyirsinizsə, ki, siz özünüzü aldadırsınız. Bunlar yoxdur. Yoxdur. Ağlınızın təsəvvür elədiyi ən dəhşətli səhnələr belə illüziyadır. Ona görə deyilir ki, əgər siz bu dəhşət ağlınızın törətdiyi ən realistik dəhşətlərin illüziya olduğunu anlasaz, qara deliyin içinə düşənin siz olmadığını anlasaz, qara deliyin də bu iblisani ağlın qorxduğu və qorxduğu nəticəsində əmələ gətirdiyi təsəvvür olduğunu anlasaz, siz azad olacaqsınız. Başa düşürsünüz, qara deliyi kim yaradıb? İblisani varlıq, şuurlar, kommentariyalar. Çünki qorxur, daima qorxur. Qorxusu da bunu yaradır. Qorxusu olmasaydı bunu yarada bilməzdi. Elm adamları burada qorxularını böyüdürlər və orada qara deliyi yaradırlar. Qorxularını böyüdürlər və yeri planetinə uçan kometanı yaradırlar. Kütləvi şuursuzluq, cahillik. Həyat əzabdır. Həyat daimi peşmançılıqdır. Oyanın. Oyanın. Siz yatırsınız. Siz dərin yuxudasınız. Özünüzü dərk eləyin. Oyanmaq lazımdır.